Hər kəsə salam, Öznet kanalına xoş gəlmisiniz. Bugünkü videoda Azərbaycan Dəmir Yollarının mobil tətbiqi haqqında danışacağıq. Mən onu təzəcə yükləmişəm, hələ açmamışam və qərara gəldim ki, sizinlə birlikdə açım və test edeyim. Tətbiqi açandan sonra gördüyünüz kimi burada bir neçə məlumatlar mövcuddur ki, onlayn şəkildə balansı doldurmaq mümkündür. Ondan sonra bütün mövcud istiqamətlər üzrə biletlərin alışı mümkündür. Daha sonra bildirişləri burada tənzimləmək olar və həmçinin 24/7 dəstək mövcuddur. Daha sonra qeydiyyatdan keçmək lazımdır. Yox, əgər qeydiyyatdan keçmişsinizsə dərhal proqrama daxil ola bilərsiniz. Əlbəttə ki, mənə kimi qeydiyyatdan keçməmisinizsə, o zaman qeydiyyat düyməsini seçirsiniz və buradakı olan məlumatları doldurursunuz. Mən indi onları tez dolduracağam. Daha sonra isə mobil tətbiqi birlikdə baxmağa davam edəcəyik. Və budur, mən artıq qeydiyyatdan keçdim. Gördüyünüz kimi burada artıq mənim kartım mövcuddur. Kartımda olan balans qeyd olunur. Həmçinin burada məlumat qeyd olunub ki, Azərbaycan Dəmir Yolu kartınız uğurla yaradıldı. Kart ancaq Abşeron dairəvi istiqamətlərində istifadə oluna bilər. Tamam. Daha sonra burada gördüyünüz kimi mən ilk dəfə daxil olduğum üçün bütün məlumatları bir-bir göstərir. Ona görə mənim fikrimcə bu çox yaxşı bir təcrübədir. Çünki əgər mən birinci dəfə istifadə edirəmsə, bu daha yaxşıdır ki, mənə bunu bir-bir izah edirlər. Daha sonra gördüyünüz kimi balansı artırmaq üçün düyməni göstərdilər. Daha sonra seçirik. Bundan sonra barkodu oxutdurun. Yəni bunun barkodu buradan da oxutdurmaq mümkündür. Daha sonra bileti alın düyməsi mövcuddur. Daha sonra isə elektron kartla sürətli keçid mövcuddur. Yəni bunu keçidi göstərərək daha sürətli keçə bilərsiniz və bu qədər. Gəlin indi isə birlikdə baxaq görək burada hansı məlumatlar əlavə olaraq mövcuddur. Minimal balans 2 manat olmalıdır, əks olunur. Və bu qədər. Gəlin indi isə birlikdə baxaq görək başqa hansı bölümlər mövcuddur. Burada axtarış bölümü var, cədvəl bölümü var və digər bölüm mövcuddur. Axtarış bölümündə çox güman ki, məhz biletlər mövcuddur. Bəli, doğrudur. Gördüyünüz kimi, misal üçün gəlin ölkə daxili seçək Bakıdan. Və misal üçün Qəbələyə. Bir istiqamətdə mövcuddur, iki tərəfli istiqamətdə və gediş tarixini seçə bilərik. Misal üçün ayın 8-i seçək və baxaq görək qiymətlər nədir. Burada saat qeyd olunur, yerlər seçmək olar. Daha sonra lazım məlumatları dolduraraq artıq bileti ala bilərik. Daha sonra cədvəl bölümü mövcuddur. Bakı Pirşağı Sumqayıt, qatarın nömrəsi qeyd olunur, bütün statuslar və çatma vaxtı. Daha sonra bu məlumatı həmçinin yükləmək də olar. Səhv eləmirəmsə, gəlin baxaq. Bəli, doğrudur. Eyni olaraq bunu yükləmək də mövcuddur. Əlavə məlumat düyməsi də var burada. Əla. Ondan sonra digər bölüm mövcuddur. Digər bölümündə gördüyünüz kimi şəxsi məlumatlar var, biletlərin məlumatları. Əgər bilet almısınızsa, hazırda biletlər bölümündədir. Sərnişinlər tərəfindən verilən test suallar burada mövcuddur. Bu da çox gözəl fikirdir ki, belə bir bölüm yaradılıb. Çünki əgər misal üçün eyni sualla bir neçə adam müraciət edirsə, onları toplayırlar bu bölümə və əgər sizdə də eyni sualdırsa, siz dərhal heç dəstəyə müraciət etmədən bu bölümə daxil ola bilərsiniz və test verilən sualları nəzərdən keçirərək öz sualınıza cavab tapa bilərsiniz. Daha sonra tarixçə mövcuddur, dəstək, məxfili siyasəti, dil dəyişdirmək, hesabı silmək və bu qədər. Onu söylə bilərəm ki, çoxdan da gözlənilən bir mobil tətbiqdir və uğurla da yazılıb. Yəni o nöqteyi nəzərdən ki, heç bir ləngiləmə mövcud deyil proqramda. Müştəri təcrübəsi baxımından həqiqətən də proqram intuitiv, rahat istifadə olunandır. Yəni misal üçün proqramı mən birinci dəfə açdım, amma dərhal başa düşülür ki, hara daxil olmaq lazımdır ki, balansı artırmaq və yaxud biletləri harada lazımdır almaq və bu kimi. Yəni intuitiv, çox rahat istifadə olunan bir proqramdır mənim şəxsi. Bu qədər. Əgər hər hansı bir suallarınız varsa, əlbəttə ki, həmişə olduğu kimi kommentlərdə qeyd edə bilərsiniz və birlikdə müzakirə edə bilərik. Və əlbəttə ki, proqramı yükləmək üçün mən mütləq şəkildə linki qeyd edəcəm ki, siz də keçid alıb bunu yükləyə biləsiniz. Ümid edirəm ki, məlumat sizin üçün faydalı oldu. Kanalımıza abunə olmağını unutmayın və özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi edirəm.